biz 80-ci illərin uşaqlarıyıq da, mən özümü nəzərdə tuturam. Bir uzun müddət belə məsələlər yox idi. Yəni biz belə çətinliklər, narahatlıqlar, bu cür müzakirələr ümumiyyətlə eşitmirdik. İldən-ilə artır bu problemlər. Bəzi qadınların demək istəyirəm ki, mən olacağam, mən ümumiyyətlə ailə qurmayacağam, mən karyera quracağam və yaxud da ki, kişilərdə olan problemlər, bütün bunlar bir qarışıqlıq elə bil ki, arta-arta gedir. Bunun səbəbi nə ilə bağlı ola bilər? Sürətli inkişafdırmı, dünyanın beynəlxalq texnologiya inkişafıdırmı? Bütün bunlar mı təsir eləyir? Nədir bu ailə institutunu dağıtmağa yönələn sistem? Mən elə gəlir ki, burada bilirsiniz Tural bəy, mən hər zaman deyirəm ki, bir mövzu haqqında haqqı çatan insanlar danışmalıdır. Onun tam bilgisini sahiblənən insanlar danışanda onlar cəmiyyətə doğru mesaj verirlər və onlar nə demək istədiyini çox gözəl açıqlayanda onu dinləyən insanlar başa düşəcək ki, bu nə demək istəyir. Bu gün bizdə danışmaq xatirinə danışanlar, nə demək istədiyini ümumiyyətlə nə özü, nə ətrafı bilməyən insanların sayı çoxaldıqca bunu dinləyən insanda çaşqınlıq yarandı. Bəzən biz öz haqlarımızı bilməliyik. Bilək dedikcə biz çox böyük yanlışlıqlara doğru getdik. Hər kəs yerindən həyat yoldaşım mənə səs tonunu qaldıra bilməz. Nədən sual verəndə? Çünki o mənim haqqımı pozur. Hansı haqdan danışırıq əgər burada? Biz haqlarımızın təbii ki, səs vermək haqqımın, azad fikir söyləmək haqqımın, bugün öz peşəmdə və seçimimdə sərbəstəm deyə haqqımın, ailə qurmağa hazırammı deyə seçəcənə etdiyim dönəmin haqqını, ana olmağa, övladımda öhdəlik, vəzifə, məsuliyyətə, ümumiyyətlə mən bu yükü daşıyacaq qadınamı deyə bu etdiyimiz seçənəcəklərin haqqını biz bəzən onlarla qarışdırırıq. Biz bəzən düşündük ki, əgər mənə qaynanam evdə dur buradan orada otur deyirsə, mənə kimsə səs tonunu yüksəldərək anam və atam ged mənə yenidən bir fincan çay gətir deyirsə, bu mənim haqqımı pozur dediyi ilə eyni gözə gətirdiyi tərəzinin. Bax, burada hər şey məhv oldu. Bugün soruşanda o insanlardan ki, ümumiyyətlə təhsili nədir, heç bəlkə də təhsil yoxdur, heç təhsilin ümumiyyətlə olacağını belə düşünmürlər. Nə ilə özünü inkişaf etdirirsən, intellektini, zəkanı, nə ilə artırırsan? Bir kitab, ümumiyyətlə kitabın harda satıldığını, ümumiyyətlə kitabın nə olduğunu heç bilməyən insanlar o qədər çoxaldı, amma öz haqlarından və öz hüquqlarından danışanlar çoxaldı. Çünki yanlış hərəkət edən insanları cəmiyyətdə müdafiə edən çox böyük ordular yarandı ki, bunlar da doğru, dürüst yaşayan insanların və başqalarına nümunə olan insanları kölgədə qoydu. Və bunlar anladı ki, əgər bir qadını, bir ana, 3 uşaqla atıb başqa bir bəyə qoşulub gedirsə və buna müəyyən bir toplum dəstək verib, alqışlayır, sən düz etdin və onun əvvəlki həyat yoldaşı qayıdır, gəlir, sən nə etsən də qəbulumsan, geri dön deyirsə, bu insanlara çox ciddi bir mesajdır və bu əslində bir həyəcan təbliğidir. Və bunu da görən insanlar düşündü ki, demək ki, həyatda normativ budur və yaşayış tərzi belə də olmalıdır. Və mənim etdiyim hərəkət səhv sayıla bilməz. Mən doğru, dürüst yaşayıram. Onda ortaya bir sual çıxdı. Düzgün və dürüst həyat tərzi necə olmalıdır? Bunu hələ düsturunu tam açıqlayan insanlar olmadı. Baxın, bu insanları nümunə çəkdikcə, bütün günü sosial proqramlarda bunlar getdikcə, bilirsiniz necə, bəzən danışmaq istəyən insanları da susturdu. Tural bəy, insanlar artıq yoruldu və özlərini bu mühitdə görməkdən iyrənən insanların sayı çoxaldı. Bir də narahatlar, danışırlar, onları linç edirlər. Peşman eləyirlər və danışanda da nə baş verir? Bəlkə də bugün indi bizim də danışığımızı, məsələn, mənim fikirlərimdə deyəcəklər ki, bu da bir ağıllı insandı gəldi, bu da ağıl qoyur hər kəsə. Əslində bu ağıl deyil. Bu insanın, qadının, bilirsiniz necə, qadının özünün yaşam statusu olmalıdır. Mən həyatda özümün bir çəkimi bilməliyəm. Yəni, mən niyə yaşayıram? Mənim amalım nədir? Ümumiyyətlə, məqsədim nədir? Bir insanın əgər həyatda sərgiləyə biləcəyi mövqe yoxdursa, o insan kimi cəmiyyətdə nə özünü tapa bilməz, nə ətrafda özünü formalaşdıra bilməz. Bu mümkün deyil. İnsana soruşursan ki, sənin ümumiyyətlə missiyan nədir? Kimsən? Kim olaraq ümumiyyətlə cəmiyyətə özünü tanıdırsan? Bu deyir ki, məsələn, evdar xanım bu əslində çox böyük bir ağır anlayışdır və bunu da hər kəs bacarmır. Bəzən biz evdar xanımları və evdar anaları da çox bəsitləşdirdik. Bilirsiniz necə? İşlə evi qarışdıraraq, karyera, əgər mən karyeram varsa və işdə uğur qazanmışamsa, mən evdə evdarlıq etməkdən ümumiyyətlə məhrum olmalıyam və övladlarıma da ki, kimsə baxılmalıdır, analıq missiyamdan da məhrum olmalıyam kimi düşüncələrə varan xanımlar oldu. Amma anlamırıq ki, biz hər zaman deyirəm ki, evin kandarına qədər biz
hansısa bir təşkilatın rəhbəri ola bilərik, çox məşhur bir insan, amma oradan biz evin xanımı və anayıq. Bunları bir-biri ilə eyni çəkidə görməkdə acizyana yanaşan xanımlar çoxaldıqca artıq bilirsiniz bunları başa salmaqda da maraqlı olan insanlar geri çəkildi. Tural bəy bəzən dedi ki, tamam biz bu söhbətləri kimə edək? Zaten bizi dinləyən yoxdur. Düz. Niyə danışaq? Danışdığımızı ki bəyənmirlər və danışdığımıza iradlar o qədər çox olur ki, biz artıq yoruluruq. Çünki o insanlar öz abrını gözləyən insanlardır axı. Bilirsiniz necə? Artıq insanlar baxırlar ki, yox, o mühitdə deyiləm. Bu mühit mənim deyil. Bu mühit məni yordu, sıxdı və iyrəndirdi və o insanlar geri çəkilir. Ən böyük faciə də bax burada başlayır. Əslində o insanlar o qədər cəmiyyətdə hər gün danışmalıdırlar. Bilirsiniz, öz sahəsinə aid insanlar öz sahəsindən danışmırlar bu gün. Bu gün bilirsiniz, ailə problemləri üzərindən tam başqa sahənin və başqa həyatın yaşantılarını yaşayan insanlar ailə danışır. dəyəri olmayan, ailə dəyərlərinə malik olmayan, genetik fondu ümumiyyətlə zədəli olan, ibtidai təhsili zədəli olan insanlar və şəxsiyyəti olmayan adamlar var. Çoxdur efirdə və yaxud da sosial şəbəkədə çıxıb insanlara ailə dərsi, həyat dərsi keçir və çox təəssüf ki, onların belə də bir kütləsi formalaşır və dediyiniz məsələdir. Bu sahədə danışmalı olan o sağlam adamlar artıq geri çəkilməli olur və başa düşür ki, problem yaşayacaq, istəmirik, baş qoşmuruq. Bəli, bu günlərim artıq efirlərə də mütəxəssislər, peşəkarları dəvət etmək o qədər çətindir ki, o həmin anda soruşurlar ki, efirlər bugün kimlərlə doludur? Bizim efirdə nə işimiz var? Baxın, artıq efirlərdən belə imtina verir bizim ziyalılar, bizim peşəkarlar Ədiblər, və hər dəfə də efirə gələndə əgər onlar yox, hardasa heç bəlkə də bilirsiniz necə qeyri-peşəkarlar soruşanda ki, efirdə kimlər olacaq? Heç bunu soruşacaq peşəkar insanlar soruşmur. Yəni biz bunların hər gün içindəyik, görürük və bəzən də kənardan baxırıq ki, ümumiyyətlə cəmiyyətdə nə baş verir? Niyə bu qədər kiminsə uğruna sevinib, kiminsə gözəl bir fikir söyləyəndə ona həmkar olaraq qoşulmaqda acizik? Nə baş verir? Bilirsiniz, mən hər zaman deyirəm ki, o zaman cəmiyyət möhkəm və sütunu sağlam olacaq ki, başqalarının uğruna sevinə biləcək gücə sahiblənəcəyik. Hər zaman deyirəm ki, qadının uğruna qadınlar çox az sevinir. Bunun altında təbii ki, bir neçə ciddi məsələlər ola bilər, Qarşı tərəfdə də həmin problemlər var. Yəni ola bilər. Cəmiyyətdə var o problem, Yəni çox ciddi. uğura sevinmirik. Əslində uğura sevinib və paylaşmaq nə qədər gözəl olar. Niyə qəlbimizi o gözəl hisslər varkən bəzən deyirəm o kinə, kidrətə yoğururuq? Niyə bu qədər özümüzdə qisas, intiqam hissləri ilə bir-birimizə qarşı bilirsiniz, kimlərəsə nə isə pis bir şeyin yaşantısından bir zövq alırmış kimi oluruq. Bunlar çox bir şeyi paylaşır insanlar və onun altında yazan rəylərə insan baxanda da çox təəssüf eləyirsən ki, yəni niyə bu qədər qıcıq verir hər şey insanlara? Doğrudanmı insanlarda aqressiya mı bu qədər çox artıb? Bəlkə bunlar stres, gərginlik fonunda başqa bir problemlər yaşayır, müalicə olunmurlar. Bəlkə müalicəni harda tapacaqlarını bilmirlər. Nevroloji xəstəlikləri, psixoloji xəstəlikdə axtaranlar çoxdur. Psixoloji problemləri nevroloqlarda axtaranlar çoxdur. Bunlar da böyük bir təsir edir. Əslində, baxın, psixi xəstəliklər nevroloqdan müalicə olunanda tam əksinə biraz da vəziyyət, durum gərginləşir və yaxud da əksi də yaşanır. Bəlkə bunları da seçməkdə bəzən insanları da qınayırıq. Sonra sual çıxır ki, tamam bu peşəkarlar necə seçsinlər? Əgər bugün nevroloqlarımız da təbii ki, peşəkar nevroloqa və özünə hörmət edən nevroloqlara aiddir, amma çox əksəriyyəti də psixoloji problemləri həll edən nevroloqlar var. Amma psixoloji mən sizə deyim ki, xəstəliklər, nevroloji xəstəliklərdən dəfələrlə sayı azdır. Elə olmazmı ki, nevroloji problemlərlə məşğul olaq? Görün, nə qədər orada xəstəliklər var. Bunlar da bizə sirayət edir bu məsələlərə. Amma yenə də sonucda insanların dediyimiz kimi güvənin və etibarın hissini, bəzən də danışan insanları kölgədə qoyan qeyri-peşəkar insanlar o qədər çox danışır. Hər açdığımızda önümüzə çıxır, hər efirlərdə yer aldıqca insanlar da baxır, deyir ki, psixologiya belə də olmalıdır da. Və bu elm də bundan ibarətdir. Çünki o haqda danışan insanlar dediyim kimi yorulub və geri çəkib susurlar. Çünki onlar danışığını eşitmirik axı və düşünürlər ki, elm budur. Elm problemin varsa boşan get. Övladın səni dinləmirsə övladlıqdan çıxart deyən psixoloqları bugün peşəkar saydılar. Əslində uşaqda ciddi davranış pozuntusu yaşayırsa,
onu apar müəyyən bir belə deyək də qapalı müəssisələrə qoy, tədris alması üçün, təhsil alması üçün qoy, həftə sonları evinizə gəlsin, heç imkan varsa heç onu da gətirmə. O 2 il, 3 ildən sonra özü düzələcək deyənlər də varsa, təbii ki, bu peşəkarlıq deyil. Bilirsiniz necədir? Yəni ailənin ümumiyyətlə özünün nə olduğunu bilməyən bir insana ailə qurmalısan, bunu mütləq etməlisən deyən diktə ediriksə, bu peşəkarlıq deyil. Bunun fizioloji və anatomik quruluşu ana olmağa hazır olmayanlara erkən nigaha sürükləyiriksə, bu təbii ki, peşəkarlıq deyil. Burada o qədər məsələlər var ki, yəni en qədər danışmaq olar.